Salam 7-ci sinif şagirdləri, əsasda RFM-ə hazırlaşan şagirdlər. Əminəm ki, bu videonu hamınız izləyəcəksiniz. Bugün keçirilən 7-ci siniflərin Respublika Fənn müsabiqəsinin suallarını izah edəcəm. Diqqətlə qulaq asın, dərsliyimizdə olan suallardır. Birinci sualdan. Aşağıdakı şəklə əsasən X, Y hansı quruluş səviyyəsinə müvafiq olaraq aiddir? 7-ci sinif dərsimizdə, hətta 5-ci sinif təbiətdə də keçmişsiniz. Orqanizmin təşkil səviyyələri hüceyrədən başlayır. Hüceyrə, toxuma, orqan, orqanlar sistemi və orqanizm. Burada bir hüceyrə, X toxuma, ürək orqan, Y qan dövranı sistemi, yəni orqanlar sistemi, sonda isə bir orqanizmi göstərir. Ona görə də X-a toxuma, Y-ə isə orqanlar sistemi seçəcək. Yəni D variantı. Keçdik ikinci suala. İkinci təsvirə əsasən yanlış fikirləri müəyyən edin. Baxırıq şəkillərə. Burada yarpağın quruluşca növləridir. Yarpaq quruluşca iki növ olurdu. Sadə yarpaq və mürəkkəb yarpaq. Sadə yarpaqda deyirdik ki, bir saplaq üzərində bir aya varsa bu sadə, saplaq üzərində bir neçə, yəni 2 və daha çox aya varsa, bu olurdu mürəkkəb yarpaq. İndi bu şəkillərə əsasən də biz görürük ki, sadə yarpaqlar hansılardır? A, B görürsüz, bir dənə ayadır. Sadəcə kənarları fərqli quruluşdadır. A, B, ondan sonra D, F, bunlar sadə yarpaqlardır. C, Y mürəkkəb yarpaqlardır. Çünki bir saplaq üzərində bir neçə aya var. İndi baxırıq, yanlış olanı axtarırıq. Deyir ki, A, B, D və F ilə işarələnmiş yarpaqlar sadədir. Həqiqətən də bir saplaq üzərində bir aya var. Ona görə də bir doğrudur. A doğrudur. Biz yanlış axtarırıq. S və Y mürəkkəb yarpaqlara aiddir. Doğrudur. S deməli barmaqvari, Y də lələkvari yarpaqdır. Doğrudur. S ilə işarələnmiş yarpaq quruluşuna şabalıd bitkisində rast gəlinir. Dərsliyimizdə var barmaqvari yarpaq və şabalıd bitkisi qeyd olunmuşdur. Doğrudur. Y ilə işarələnmiş yarpaq quruluşuna görə noxud bitkisində rast gəlinir. Y ilə işarələnmiş yarpaq lələkvari yarpaqdır. Düzdür, dərsliyimizdə onu xüsusi olaraq qeyd eləməsələr də, dərsdə müəllimləriniz qeyd edir ki, tək lələkvari var, cüt lələkvari var. Əgər yarpağın sonu bir yarpaqla qutarırsa, bu tək lələkvari. Əgər yarpağın sonu 2 ilə, yəni sonda 2 dənə aya varsa, bu cüt lələkvari olur. Noxudda da lələkvarıdır, amma cüt lələkvarıdır. Tək lələkvari deyil. Ona görə də ikinci sual, daha doğrusu D variantındakı cavab səhv cavabdır. Ona görə də bizdən də yanlış istədiyinə görə D variantını götürürük. Arıların eyni növdən olan iki bitkinin çiçəklərini tozlandırdığı əks olunmuşdur. İki bitkinin çiçəklərini tozlandırdığı əks olunmuşdur və buna əsasən də bu tozlanmalar haqqında aşağıdakı ifadələrdən hansı yanlışdır? Yenə səhv variantı axtarırıq. Baxaq, bir ilə göstərilən öz-özünə tozlanma prosesidir. Baxırıq ki, həqiqətən də birdə nə baş verir? Bu arı bu bitkinin dişiciyinin ağızcığına tərəf gedir və öz-özünə tozlanma baş verir. Ona görə də bir doğrudur. Öz-özünə tozlanmadır. B variantına baxaq. Birinci tozlanma daha çox genetik müxtəlifliyə səbəb olur. Genetik müxtəlifliyə səbəb olan çarpaz tozlanmadır. Çünki bu zaman başqa bir bitkinin tozcuğu bir başqa bitkinin dişiciyinin ağızcığına düşür və bu zaman o bitkidə olan əlamətlər digər bitkinin dişiciyinin ağızcığına düşdüyünə görə yaranan toxum həmin əlamətləri də, yəni başqa bitkinin əlamətlərini də eyni növdəndir, amma başqa bir bitkidir, əlamətlərini daşıyacaq. Amma bir bitkinin öz üzərindəki tozcuq həmin bitkinin dişicik ağızcığına düşməsi öz-özünə tozlanma zamanı genetik müxtəlifliyə səbəb olmayacaq. Bir müddətdən sonra bu cırlaşmaya da səbəb olacaq. Ona görə də B variantı səhv variantdır. 2 ilə göstərilən çarpaz tozlanmadır. Bəli, bir bitkidən başqa bir bitkiyə arı gedir və tozcuq aparır. Ona görə də çarpaz tozlanmadır. İkinci tozlanma alma bitkisində müşahidə oluna bilər. Bəli, alma bitkisində çarpaz tozlanma müşahidə oluna bilər. Keçdik 4-cü suala. Naməlum bir bitki var. Naməlum bitki növünün zoğu üzərində 7 buğum arasına 32 yarpağa rast gəlinmişdir. Bu bitkini müəyyən edir. Yəni biz müəyyən eləməliyik ki, bu hansı düzülüşdə olan bitkidir? Düzülüşünü tapandan sonra da, yəni zoğ üzərində yarpaq necə düzülüb, daha sonra biz artıq bitkini növünü də tapa biləcəyik.
Əvvəlcə baxaq, 7 buğum arası var. Biz buğum arasını necə tapırdıq? Buğumun sayından biri çıxmaqla buğum arasını tapırdıq və bizdə buğum arası 7-dir. Bu zaman buğum olacaq 8. Biz bildik ki, bu bitkinin zoğu üzərində 8 buğum var. Amma biz bir buğumda neçə yarpağı bilmirik. Amma bilirik ki, 8 buğumunda 32 yarpaq var. Onda bir buğumunda neçə yarpaq olar? Bəli, buradan tapırıq ki, 4 yarpaq. Əgər bir buğumunda 3 və daha artıq yarpaq varsa, bu düzülüş adlanır topalı düzülüş. Baxırıq buradan, gicitgən qarşı-qarşıya düzülüşdür, yasəmən qarşı-qarşıya düzülüşdür, günə baxanda növbəli düzülüşdür, qarğa gözü, oleander, qatır quyruğuda isə topalı düzülüş vardır. Növbəti sual 5. Mikroskopa aid məsələ. Ölçüsü 0,2 mm olan obyekt verilmiş mikroskopda neçə santimetr görünər? Bizdə həqiqi ölçüsü 0,2 mm olan bir obyekt var və mikroskopda da bizə okulyar və obyektivin üzərindəki rəqəmləri göstərir. Okulyarın üzərində 50, obyektivin üzərində deməli 30 yazıbsa, onda biz mikroskopun böyütmə dərəcəsini 50-ni 30-a vuraraq tapa bilərik. Tapdıq ki, 1500 dəfə mikroskop böyüdür. Bizdən şəkil ölçüsünü soruşur, yəni eli soruşur. Neyniyirdik? Bu zaman faktiki ölçünü mikroskopun böyütmə dərəcəsinə vururduq. Yəni 0,2 millimetri vururduq 1500-ə. Mütləq vahidlərini yazın ki, sonda çevrilməyə ehtiyacı varmı, yoxmu, onu yaza biləsiniz. Buradan tapırıq ki, 30 millimetr olur. Bizdən cavabı santimetrdən soruşur. 30 millimetrdə santimetrə çevirdikdə 3 santimetr. Cavab olacaq D variantı. 6-cı sual, uyğunluğu müəyyən edin. Burada bizə deməli cinsi hüceyrələr olan spermatozoid və yumurta hüceyrə verilmişdir. C. Onların ortaq xüsusiyyətləridir. Ziqotun əmələ gəlməsində iştirak edərək yeni orqanizmə başlanğıc verən hüceyrədir. Hər iki hüceyrə ziqotun əmələ gəlməsinə başlanğıc verir. Elə bu hüceyrələrin birləşməsi, yəni spermatozoidin yumurta hüceyrəni maylandırması nəticəsində nə yaranır? Ziqot yaranır. Ona görə də C, daha doğrusu 1 ortaq xüsusiyyətdir. C-yə yazdıq 1. Erkək orqanizm qametidir. A şəklində göstərilən 2-ni yazdıq A-ya. Dişi orqanizm qametidir. B. Kiçik ölçülüdür və hərəkətlidir. Qamçı görürük burada. Deməli, A-ya uyğundur. Balıqlarda, quşlarda adi gözlə görmək mümkündür. Quşun yumurtasını görürük də elə deyil. Bəli, adi gözlə balığın kürüsünü görürük. Görürük. Bu onun yumurta hüceyrəsidir. Yazdıq B-yə. Çıxıntıları, qıcıqları qəbul edir. Bu sinir hüceyrəsinə aid olan xüsusiyyətdir. Bu hüceyrələrin heç birinə aid deyil. Altını heç birinə qeyd etmirik. Deməli, A-ya 2, 4, B-yə 3, 5, C-yə 1. Cavab oldu A variantı. Növbəti sual 7. Yanlış cavabı müəyyən edin. Burada A, B, C, D, Y görürsünüz hərəsində bir quruluşu verir. Məsələn, hüceyrəni verib, ondan sonra toxuma verib B-də, C-də yarpağı verib orqan olaraq, D-də kök sistem verib, şəkil mən belə görürəm və Y-də də tam bir orqanizm, yəni bitkini verib. İndi baxırıq, A iri vakuola malik ola bilər. A nədir? A deməli, hüceyrədir, bitki hüceyrəsidirsə, bəli, hüceyrənin iri vakuolu ola bilər. Biz yanlış axtarırıq. Bu doğrudur. Bunu götürməyəcəyik. B bitkidə 6 qrupdur. B toxumadır. Bitkidə 6 qrup toxuma var. Onlar da 2 yerə bölünür. Daimi toxumalar, bir də törədici toxuma. Törədici toxuma daim bölünür və daimi toxumaları əmələ gətirir. Ona görə də B də doğrudur. C bəndində C və D bütün çiçəkli bitkilərdə var. C yəni yarpaq, D yəni kök, bütün çiçəkli bitkilərdə var ifadəsi doğru deyil, çünki istisna bitkilər var. Ona görə də yanlış cavab olacaq C variantı. D-yə də baxaq, Y orqanizm səviyyəsidir. Bəli, Y orqanizm səviyyəsidir. Keçdik 8-ci suala. Doğru fikri müəyyən edin. Baxırıq, deməli, X, Y və Z. X əsas toxumadır. Bunun şəkli dərsliyimizdə var. Ksilen borulardır burada yerləşən. Ona görə də əsas yox, ötürücü toxumadır.
Daha sonra Y mexaniki toxumadır, əsas toxumadır. Z törədici toxumadır, örtük toxumadır. Y özündə ehtiyat qida maddəsi toplar, bəli, əsas toxumadır və özündə ehtiyat qida maddəsi toplayır. Keçdik növbəti sual 9. Bu da dərsliyimizdə verilən bir şəkildir. Kökün şəklində, kök mövzusunda yenə 7-ci sinif dərsliyində var. Şəkilə aid doğru fikri müəyyən edin. Y kök tükçükləri və yaxud da əmci telləri göstərir. X bölünmə zonasını göstərir. Z də kök üsküyünü göstərir. Z kökün uzunluğuna bölməsini təmin edir. Uzunluğuna bölməni təmin edən X-dir, Z deyil. Yəni X-in hüceyrələri daha doğrusu bölünür, əmələ gəlir. Sonra onlar yuxarı qatlara keçdikcə başlayır uzunluğuna bölməni təmin eləməyə. Ona görə də bu doğru deyil. Bizdən nə istəyir? Doğrunu istəyir. Sonra X-in məhv olan hüceyrələri Z-in hüceyrələri hesabına bərpa olunur. Əksinə, Z-in məhv olan hüceyrələri X-in bölünən hüceyrələri hesabına deməli bərpa olunur. C variantı. Y-in hüceyrələrində nüvə yoxdur. Əmici tel canlı bir hüceyrədir. Nüvəsi var. Ona görə də səhvdir. Z bir-birinə sıx yerləşmiş, bir neçə qat əmələ gətirən canlı hüceyrələrdən təşkil olunmuşdur. Bəli, şəkildə də görürük. Bir-birlərinə sıx yerləşib, bir neçə qat əmələ gətirib və onlar həqiqətən də canlıdırlar. Çünki bölünmə zonasından hüceyrələr alırlar. Cavab oldu. Doğru fikir D variantı. 10. Bu dərslikdə olan şəkildir yenə də. Ona görə də yəni dərslikdə olan şəkillərə maksimum diqqət eləyərsiniz. Çünki bu sınaq bizə bir işarədir ki, dərsliyimizdə olan bütün məlumatlara, tapşırıqlara, ümumiləşdirici hissələrə, iş dəftərinə hamısına diqqət eləmək lazımdır fən müsabiqəsinə gedərkən. X və Y ilə işarə olunan qazlar müvafiq olaraq hansıdır? Baxın, ağciyərə gedən X-dir, ağciyərdən çıxan Y-dir. Ağciyər bizim tənəffüs orqanımızdır. Ağciyərə nəfəs alan zaman oksigen daxil olur. Oksigen ağciyərdən qana keçir. Hemoqlobin eritrositin tərkibində hemoqlobin var ki, onu daşıyır. Onda ağciyərdən ox çıxırsa, deməli bu oksigen qazını aparır. Ağciyərə isə karbon qazı gəlir ki, nəfəs vermə zamanı oradan xaric olunsun. Onda müvafiq olaraq X birincidir, birinci X-i soruşur. X karbon qazı, Y isə oksigen qazıdır. Onda cavab olacaq C bəndi. Keçdik növbəti suala. Alma bitkisinin çiçəyinin quruluşu ilə bağlı doğru sxemi müəyyən edin. Bu da deməli çiçək mövzusunda 3-cü bölmənin 1-ci mövzusunda var. Hermafrodit çiçəklər kimi alma bitkisində hermafroditdir çiçəklər, yəni içərisində həm erkəkcik, həm dişicik var. Həmçinin də onda tam çiçək yanlığıdır, yəni kasa yarpaqları da, ləçəkləri də var. Kasa yarpaqları 5 dənədir. Baxın 1, 2, 3, 4, 5 xaricdə yerləşir. Ləçəklər ondan sonra daxildə 1, 2, 3, 4, 5 erkəkciklər və bir dənə də dişicik var. A variantındakı şəkil buna uyğundur. Keçdik növbəti. Erkəkçiklərin də sayı çoxdur almada. 12-ci sual yenə dərsliyimizdən olan bir şəkildir. Deməli, göstərilən proses haqqında hansı fikir yanlışdır? Bu, bakteriyanın spor əmələ gətirməsi prosesidir. Bakteriya sporu əlverişsiz şəraitdə əmələ gətirir. Bakteriya üçün əlverişsiz şərait nədir? Temperaturun kəskin dəyişməsi, ya həddən artıq qızması, ya həddən artıq soyuması və yaxud da deməli, qidanın çatışmaması. Bunlar onun üçün əlverişsizdir ki, spora çevrilir. Baxırıq, göstərilən proses haqqında hansı fikir yenə yanlışı soruşur. Çoxalmağa xidmət edir. Xeyr, bakteriyanın sporu çoxalmağa deyil, deməli müdafiə olunmağa xidmət edir. Çox yüksək temperaturda baş verə bilər. Elə səhv axtarırıq. Bəli, elə 12-də cavab A variantı olacaq. Digər variantlara baxaq. Çox yüksək temperaturda baş verə bilər. Bəli, dedik ki, temperaturun çox yüksəlməsi və ya da çox aşağı düşməsi bakteriya üçün əlverişsiz şəraitdir. Spor əmələ gətirər. B doğrudur. Aşağı temperaturda C də doğrudur. Qida çatışmadıqda baş verə bilər. Bəli, D də doğrudur. Bizdən yanlış cavab istəyirdi. Keçdik 13-cü suala. Yenə bu da dərsimizdə ola bir şəkildir. Uyğunsuzluğu müəyyən edin. Bir vakuoldur, bir doğrudur. Bir olan variantları çıxarırıq. 2 mitoxondridir. Yaşıl rəngdə göstərirsə bu plastidlərdir. Ona görə də 2 səhvdir. 3 membrandır. 3 sitoplazmadır. Membran deyil. 4 nüvədir. Bəli, 4 doğrudur. Nüvədir. 5 hüceyrə divarıdır. Bəli, bu bir bitki hüceyrəsidir. Hardan bildik? Xloroplastlara görə. Ona görə də 5 də hüceyrə divarıdır. Bu da doğrudur. 2, 3 cavab oldu C variantı. Növbəti sual.
Klasterdə sual işarəsi yerinə yazıla bilən canlıları öyrənən elm sahəsidir. Əvvəlcə klasterdə sual işarəsinin yerinə yazıla bilən canlını təyin edirik, sonra onun elm sahəsini. Mikroskopikdir, yəni mikroskopla görünür. Bir hüceyrəlidir. Sadə bölünmə yolu ilə ikiyə bölünərək çoxalır. Deməli, söhbət gedir bakteriyadan. Bakteriyaları öyrənən elm sahəsi də olacaq bakteriologiya. Cavab D variantı. Növbəti sual. Uyğunsuzluğu müəyyən edin. Yenə də bu dərslikdə də buna oxşar bir şəkil vermişdi. X nə idi? X təpə tumurcuğuydu. Təpə tumurcuğu. Z nədir? Z qoltuq tumurcuğu. K buğum. El isə buğum arasıdır. İndi baxaq. El zoğun iki qonşu buğum arasında qalan hissəsidir. Deməli, el zoğun iki qonşu buğum arasında qalan hissəsidir. Bəli, buğum arası iki qonşu buğum arasında qalan hissədir. Bizdən uyğunsuzluğu soruşur. Onda A-nı götürməyək. K zoğun yarpaq və ya tumurcuq birlənən hissəsi buğumdur. Doğrudur. X zoğun uc hissəsində yerləşən təpə tumurcuğu onun uzunluğa böyüməsini təmin edir. Bu da doğrudur. Z yan yarpaqla gövdə arasındakı yarpaq qoltuğunda yerləşən əlavə tumurcuqdur. Yarpaq qoltuğunda yerləşən tumurcuq qoltuq tumurcuğudur. Əlavə tumurcuq yarpağın üzərində, buğum aralarında və kök üzərində olan tumurcuqdur. Ona görə də D variantı doğru deyil. 16-cı sual. Bu da dərsliyimizdə ümumiləşdirici tapşırıqlarda olan sual idi. A, B, C, D. A əmici tel hüceyrəsidir. B spermatozoiddir. C eritrosit hüceyrəsidir. D bitki hüceyrəsidir. Şəkildə iki bitki hüceyrəsi təsvir olunmuşdur. Baxırıq, doğru fikirləri müəyyən eləməliyik. Deməli, A da bitki hüceyrəsidir, D də B ilə C heyvan hüceyrəsidir. Bəli, şəkildə iki bitki hüceyrəsi təsvir olunmuşdur. A doğru, doğruları axtarırıq. Sonra B təsvir edilmiş bitki hüceyrələrindən yalnız birinin tərkibində xloroplast ola bilər. Yalnız birinin tərkibində xloroplast ola bilər. Deməli, baxırıq. Əslində D-də göstərməyib, amma A-nı bilirik ki, əmici teldir. Əmici teldə torpaqda yerləşir və işıq düşməyən yerlərində də biz bilirik ki, orada xloroplast olmur. Ona görə də B-ni də doğru götürə bilərik. Şəkildəki A və B heyvan hüceyrələridir. A bitki hüceyrəsidir, B heyvan hüceyrəsidir. Ona görə də C doğru deyil. C heyvan hüceyrəsi olub oksigen daşıyır. Bəli, eritrositdir, heyvan hüceyrələrinə xasdır, oksigeni daşıyır. B sinir hüceyrəsidir. Xeyr, B çoxalmağa xidmət edən spermatozoiddir. B hüceyrəsi fəal hərəkətlidir. Bəli, qamçısı var, fəal hərəkətlidir. A, B, D, F cavab oldu. A variantı. 17. Yanlış fikri seçin. X bir bitkidir, Y başqa bir bitkidir. X-da görürük ki, ayrı cinsli çiçəklər yerləşir. Bu dişicikli çiçəklərdir, bu da erkəkcikli çiçəklərdir. Y-də isə hermafrodit çiçəkdir. Yəni dişicikli çiçək, erkəkcikli çiçək və hermafrodit çiçək. X eyni bir çiçək üzərində həm mayalanma prosesi, həm də tozcuq dənəsinin əmələ gəlməsi baş verir. X axı ayrı cinsli bir çiçəkdir. Onun üzərində necə ola bilər ki, həm mayalanma, həm tozcuq dənəsi getsin? Mayalanma olacaq dişi bitkidə, dişi çiçəkdə. Amma tozcuq dənəsinin əmələ gəlməsi isə olacaq erkək çiçəkdə. Ona görə də elə yanlış cavab A variantıdır. Digərlərinə baxaq. X ayrı cinsli çiçəkdir. Bəli. Y çiçəyi üzərində həm tozlanma prosesi, həm də tozcuq dənəsinin əmələ gəlməsi baş verə bilər. Bəli, erkəkciyi var. Ona görə də erkəkcik saplağı da var, tozluğu da var. Əmələ gələcək tozcuq. Həmçinin də dişiciyi var. Bu dişicikdə də deməli tozlanma prosesi gedəcək. Sonra X-də eyni bir çiçək üzərində tozlanma prosesi və tozcuq dənəsinin əmələ gəlməsinə rast gəlmək olmaz. Bəli, X-da, çünki erkəkcikli çiçəkdə tozcuq dənəsinin əmələ gəlməsi, dişicikli çiçəkdə tozlanma prosesi ola bilər. Eyni bir çiçəkdə ola bilməz. Ona görə də elə səhv A variantıdır. 18. Hansı strukturlarda yerləşən hüceyrələr gələcək cinsi hüceyrələrə başlanğıc verir? Bu da yenə 7-ci sinif dərsliyimizdə çiçək mövzusunda xüsusilə qeyd olunmuşdur ki, deməli, dişi cinsi hüceyrələr əmələ gəlir yumurtalığın içərisindəki yumurtacıqda, yəni yumurtacıqda əmələ gəlir. Erkək cinsi hüceyrələr isə əmələ gəlir tozluqda. Ona görə də tozluq 2, yumurtalıq hissənin yumurtacıq hissəsi 4-dən göstərildiyinə görə cavab olacaq C variantı. 19. Müvafiq olaraq düzgün fikirləri üstə gəl, yanlış fikirləri isə çıx ilə işarələyin. Əsas kök, burada kök, gövdə, yarpaq, onların şəkil dəyişmələri, yəni bir demək olar ki, bölməni, ikinci bölməni əhatə edən bir sualdır. Əsas kök rüşeym kökçüyü ilə inkişaf edir. Doğrudur.
Soğan və sarımsaqda əsas kök yaxşı inkişaf etmişdir. Soğan və sarımsaqda. Biz bilirik ki, onlarda saçaqlı kök sistemidir. Saçaqlı kök sistemidirsə, onlarda əsas kök zəif inkişaf edir, yəni görsənmir. Ona görə də 2 səhvdir. 1 düz, 2 səhv. İnci çiçeğinin torpaqda yerləşən bütün orqanları köklərdir. Biz öyrəndik ki, inci çiçeğində kökümsov gövdə var. Yəni, onun gövdəsi torpaqda yerləşir. Onda onun torpaqda yerləşən bütün orqanları köklərdir deyə bilmərik. Axı gövdəsinə də rast gəlinir. Sonra tumurcuqlar xaricdən pulcuqlarla örtülmüşdür. Doğrudur, pulcuqlar onu qoruyur. Çiçək bitkilərin generativ orqanlarından biridir. Doğrudur. Əlavə köklər həm bitkinin gövdəsindən, həm də yarpağından yarana bilər. Doğrudur. Yarpağın gövdəyə birləşdiyi hissə buğum arası deyil, buğum adlanır. Bu yanlışdır. Buğda mil kök sisteminə malik bitkidir. Demişdik ki, taxıllarda saçaqlı kök sistemidir. Yanlışdır. Generativ tomurcukdan çiçək inkişaf edir. Bu doğrudur. Deməli, 1 düz, 2 səhv, 1 düz, 2 səhv. D variantını sildik. Sonra 3 səhv, 3'ü düz götürülen B variantında sildik. 4 düz, 5 düz, 6 düz, 7 səhv. Onda bunu da silirik. Cevap olur C variantı. 20. Yanlış fikri müəyyən edin. A. Paralel damarlanma. B. Torvari damarlanmaya aid olan şəkildir. Biz yanlış axtarırıq, yəni səhv axtarırıq. A damarlanma forması buğda, qamış kimi bitkilərin yarpağında müşahidə olunur. Dərsliyinizdə verilib, paralel damarlanma buğda, qamış kimi bitkilərdə müşahidə olunur. Bu doğrudur. Biz yanlış axtarırıq. B. Damarlanma forması çinar, üzüm, palıd kimi bitkilərin yarpağında müşahidə olunur. Bu da doğrudur, torvari damarlanma. A damarlanma formasında iri damarlar yarpaq ayasında bir-birinə paralel yerləşir. Paralel damarlanmadır, bir-birinə paralel yerləşir. Doğrudur. B damarlanma forması qarğıdalı soğan kimi bitkilərin yarpağında müşahidə olunur. B. Torvari damarlanmadır. Qarğıdalı, yəni taxıllarda, həmçinin də soğanda da müşahidə olunmur. Deməli, taxıllarda paralel damarlanmadır. Cavab oldu D variantı. Növbəti sual 21-ci sual. Şəkildə orqanizmin hansı təşkil səviyyəsi əks olunmuşdur? Görürük ki, bir neçə hüceyrələr birləşib burada. Hüceyrələr birləşib nəyə əmələ gətirir? Toxumanı. Ona görə də cavab olur C variantı. Daha sonra yarpaq şəklini dəyişərək bığcığa çevrilmişdir. Bu da şəkil dəyişmələrdə var idi. Üzümdə gövdə şəklini dəyişib bığcığa çevrilib. Sonra lobiyada şəkil dəyişmə yoxdur. Çiyələkdə gövdə şəklini dəyişib, yəni zoğ. Noxudda bəli, yarpaq şəklini dəyişib bığcığa çevrilmişdir. Uyğunsuzluğu müəyyən edin. A. Mil kök sistemidir. B. Saçaqlı kök sistemidir. A-da əsas kökü görürük, B-də əsas kökü görmürük. İndi cavablara baxaq. Deməli, A kök sistemində toxumdan inkişaf edən kök olmaya bilər. Toxumdan inkişaf edən kök əsas köktür. Əsas kökü axı biz görürük burada. Elə səhv olan cavab A variantıdır. Gəlin digərlərinə də baxaq. B. Kök sistemində toxumdan inkişaf edən kök növü aydın nəzərə çarpmır. Doğrudur, əsas kök deyil. Əsas kökdə aydın nəzərə çarpmır. B doğrudur. A kök sistemində əsas kök aydın seçilir. Bəli, aydın seçilir əsas kök. Doğrudur. A kök sistemində yaxşı inkişaf etmiş əsas kökü və yan kökləri vardır. Bəli, əsas köklər və əsas köklərin üzərində də yan köklər görsənir. Doğrudur. Elə səhv oldu A variantı. Və 24-cü sual yenə dərsliyimizdən olan, bunlara aid də mənim YouTube kanalımda dərslərim var. Hər birinə aid dərslər var. Demək olar ki, hamısı buradakı olan sualların 80%-i o videoların içərisində var. Mikroskopun optik hissələri hansılardır? Hansı ki, orada böyüdücü şüşələrin olduğu hissədir. Yəni, okulyar və obyektivi. Okulyar 3 ilə, obyektiv isə 1 ilə işarə olunub. 1 və 3 cavab oldu A variantı. Növbəti 25-ci. Heyvan hüceyrəsindən fərqli olaraq bakteriya hüceyrəsində olur. Yəni, heyvanda yox, bakteriyada olsun. Xloroplast hər ikisində yoxdur. Çünki xloroplast bitki hüceyrələrinə xas olan bir orqaneldir. Plazmatik membran hər ikisində də var. Ümumiyyətlə, plazmatik membran demişik ki, canlıların qılafının daxili hissəsidir. Hamısında rast gəlinir. Hüceyrə divarı. Heyvanlarda hüceyrə divarı yoxdur. Onların xarici qılafı nazik və elastikdir. Bakteriyalarda, bitkilərdə, göbələklərdə isə xarici qılaf hüceyrə divarıdır, sərtdir, möhkəmdir. Ona görə də cavab olur C variantı. Çünki bakteriyada var, heyvanda yoxdur. Ribosom isə bütün canlılarda var. Bu da oldu, deməli, RFM-in birinci sınağı. Ümid edirəm ki, izahlarım sizə aydın oldu. Sağ olun, gələn sınaqlarda görüşərik.